Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümidvaram hər biriniz yaxşısınız. Bugün hər kəsin asanlıqla hazırlaya biləcəyi çox asan, zəhmətsiz umaclı halva reseptini sizlərlə paylaşıram. Əvvəlcə halvanın şərbətini hazırlayıram. Qazançanı ocağa yerləşdirib içərisinə 2 stəkan şəkər tozu və 1 stəkan su əlavə edib qarışdırıram. Şəkər tozu əridikdən sonra təxminən 5-6 dəqiqə qaynatdıqdan sonra qazanın altını söndürürəm. Blenderin içərisinə 3 stəkan un, 1 çimdik duz, yarım stəkan su əlavə edib blenderi işə salıram. Sizlər istəsəniz soyu südlə də əvəz edə bilərsiniz. Sizlər halvanı çox hazırlamaq istəsəniz ərzaqların miqdarını artıra bilərsiniz. Reseptin dəqiq miqdarını videonun açıqlama bölümündə qeyd edəcəm. Qeyd edim ki, stəkan ölçüsü 200 ml-dir. Gördüyünüz kimi umac artıq hazırdır. Dəzgahın üzərinə təmiz bir süfrə sərirəm və hazırladığım umacı üzərinə sərirəm. Mən umacı axşamdan hazırladım, səhər isə halvanı çaldım. Sizlər istəsəniz, əgər vaxtınız yoxdursa, 3-4 saat gözlətdikdən sonra halvanı hazırlaya bilərsiniz. Qazanı ocağa yerləşdirib içərisinə kərə yağı əlavə edirəm. Yağ tam ərinməmiş, umacı içərisinə əlavə edib yaxşı-yaxşı qarışdırıram. Əlimi dayandırmadan umacı tez-tez qarışdırıram ki, dibi yanmasın. Bizim evdə halva çox yağlı sevilmədiyi üçün hər zaman reseptdən biraz az əlavə edirəm. Sizlər əgər yağlı sevirsinizsə, normal reseptdə olduğu kimi yağını əlavə edə bilərsiniz. Artıq gördüyünüz kimi umac qovruldu. Mən içərisinə yarım qaşıq zəfəran əlavə edirəm. Sizlər istəsəniz zəfəranı sarı köklə və yaxud da heç birindən istifadə etməyə bilərsiniz. Və artıq ilıq şərbəti umacın üzərinə əlavə edib qarışdırıram. Ocağın altını söndürmədən van modda təxmini 2 dəqiqə qarışdıraraq halvanı bişirirəm. Və gördüyünüz kimi halva artıq hazırdır. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Mənə ən böyük dəstəyiniz. Videomu bəyəndinizsə, yaxınlarınızla bölüşməyi, kanalıma abunə olub videomu bəyənib, şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hələlik.